Ben Afşinə demiştim ki, Bəz qalasının xarabəsini mənə göstərsin. Son dəfə vidalaşmaq üçün. Ne için o səni, miskin bir varlığı mənə göstərir. O hadiseden sonra ne yüzünden yanıma gelmişsen? Zavallı, Sen hiç vaxt anlamadın ki azadlıq yanğısı ne deməkdir? O dəhşətli yanğı ki yüreği yandırıp külə döndərir. Azadlıq! İster acı olsun, ister şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Elə güman eləyirdim ki sen de bu yolun yolcusu olacaksan. Lakin sen anlamadın ki bu dünyada bircə gün azad yaşamaq 40 yıl boyunduruq altında sürünməkdən daha üstündür. mənə zülm eləyirsən. Ben sana çok demiştim. Sense az eşittin. Bana çok şey irad tutmaq olardı. Çünkü ben Tululda zeytun yağı satan bir kişinin oğluydum. Ama sen Babəkir oğluydun. İndi mənim oğlum yoxdur. Sen benim belimden gelməmisən. Ata, benim ölümüm benim için son silahdı. Bu silah, dünyaya mərd gəlib mərd gedənlərin son silahıdır. Sənsə buna layık olmadın. Yox ol. Yox ol ki gözüm bir də səni görməsin. Öldür beni ata. Geçti. Ölümü de mənə çox gördün. Elvida ata.